Bax bu videoda sənə möhtəşəm görünüşlü, möhtəşəm öz dayımın evini sənə reklam eləyirəm. Ev nədir? Möhtəşəm. Bax həyəti, bax kombisi, həyəti, yerə bax bir dənə düz yolun qırağında. Söhbət var ha, kənarında, yanında çatacam, gedəcəm. Yox. Yolun qırağında. 2 mərtəbə, 4 otaq, möhtəşəm, full təmir. Dayımın evidir deyə tərifləmirəm, gedib evimizə baxaq. Gəl Kərbəla, gəl. Çöldə qalma, gəl. Elə öz evin kimi. Gəl. Yəni mən dayımın evidir deyə tərifləmirəm. Yəni ev odur. Yəni ev odur. Səliqəli bir dənə aşağıda birinci mərtəbədə bir dənə belə otağımız var. Və nəzərinizə çatdıram ki, 2 dənə hamam sanuzeli var. Bir dənə Kərbəla bunu çəkmədim. Bir dənə bunu da çək. Birinci mərtəbənin hamam sanuzelidir. Səliqəli işləməli. Bir də bizdə yəni bu adətdir də, hər bizim evdə qaladovka olmalıdır, mütləq şəkildə. Bir də kuxnanın səliqəsinə bax, əziz analar, bacılar. Bilirəm, bu sizin ürəyinizdədir. Ağappaq. İndi keçək ikinci mərtəbə ilə tanış olaq. Gəlin bir də ikinci mərtəbəyə. Bilmirəm Kərbəla, Ramazandan sonra kökəlmişəm. Tərəzi ilə zadla ölçdük. Hər şey qaydasında. Ya Allah, yuxarı qalxdıq. Bir dənə bax yataq otağımız burada. Bax, gəldi rayondan qol məqrəbə, qaldı ikinci mərtəbəyə. Bu onun yeri. Növbəti bir dənə belə deyək, yataq otağımız. Bax, çox səliqəli, çox geniş, çox möhtəşəm. Yəni bu tərifə layiq, yenə də deyirəm, dayımın evidir deyə tərifləmirəm. Bir də uşaq otağına bax. Bax, mənim ən sevdiyim otaqlardan biri, hər evdə ən sevdiyim bir şeydir, uşaq otağı. Və bunu da nəzərinizə çatdırım ki, buradan balkona çıxış da var ha. Özü möhtəşəmdir. Bir dənə də ikinci hamam sanuzelimiz Kərbəla, bunu da çək. Eyni dizaynda hazırlanmış hamam sanuzelimizdir. Keçək əsas məsələyə. Kərbəla, gəldik əsas məsələyə. Öz evimizdir deyə belə rahat otururam. Yəni heç kimin evində belə oturası adam deyiləm. Hər nəysə, deməli qardaşım, bax paket kupça yerində. Yolun kənarında. Bax yenə də deyirəm, paket kupça yerində. Qardaş, ev kürsülü. Ev qardaşım möhtəşəm. 4 otaq, yolun düz qırağında. Sən belə bir ev axtarsan da tapa bilməzsən. Çünki mənim dayımdadır. Dayım da bunu sənə satır. Dayım bu evi verir 115.000 manata. Real alıcılar gələcək, aşağı-yuxarı dayımla danışsın, biraz aşağı-yuxarı eləyəcək. Allah dayıma da xeyir versin, alana da xeyir versin. Diqqətiniz üçün təşəkkürlər. Və nəzərinizə çatdırıram ki, 114 əmlak hər birinizin hər zaman xidmətindədir. Diqqətiniz üçün təşəkkürlər. Telefonum qalmış deyə.